Saray qəsəbəsində 75 min manata 3 otaqlı ev satışa çıxarıldı. Paket kupcalı evdir. Evin kupcası da var, torpağın kupcası da var. Qaz, su, işıq sayğacları üçü də hazırdır. Kanalizasiyası mərkəzidir. Həyətində də belə bir trap qoyulub. Bax, bu darvazadan girdiniz içəri. Bax, bu evdir. Gördüyünüz bu evdir. Çox yaraşıqlı, özü böyük evdir. 3 otaqlı olsa da böyük evdir. Teraslı, balkonlu, padvallı evdir. Mütləq gəlin bu evə baxın. Qiymətində endirim olunacaq. Saray qəsəbəsindədir bu ev. Tərlan Şallıq sarayının arxasındadır. Bax, belə bir evdir. Həyəti də var. Bax, görürsünüz, bax, belə bir həyəti var. Bax, belə evin özü və hasar. Bax, belə tarsovka emulsiyadır. Və qıraqlarında bax, belə qabançıqlarla bütün bəzədilir. Bax, görürsünüz, bütün qabançıqdır evin. Hasarların və evin özünə qədər. Bax, belə qabançıqlarla bəzədilib. Çox gözəl, səliqə səhmanlı evdir. Burada padvalı var inşallah. Gələndə bunu gündüz vaxtı baxacaqsınız. Burada da kombinin yeridir. Qaz xəttinə qədər çəkilib, hazır vəziyyətdədir. Bax, belə pəncərələri iri evdir. Evin içərisində göstərdim. Evin içərisinə də baxın. Bax, 1, 2, 3, 4, 5, 6 daş kürsülü evdir. Bax, buradan evin içərisinə girir. Görürsünüz, bax, belə çox belə yaraşıqlı evdir. Buradan da balkona çıxmaq üçündür. Bax, burada da bir qapısı var. Mətbəxdən də yəni gəlmək olur da. Bunu onu izah eləmək istəyirəm. Bax, belə bir balkonu, hündür teraslı bir yerdir. Bax, bu kəmər bütün evin üstündən gəlir. Bax, belə balkonun qıraqları ilə hamısı bax, beton monolit kəmərdir. Bunları inşallah gələndə ev sahibi özü ustadır, özü izah edəcək sizə. Həyəti də buradan göstərirəm. Hasarın qıraqlarında ağac gül əkmək üçün xüsusi yeri var. Bu da belə həyəti. Bax, belə. İndi biz əsas qapıdan, giriş qapıdan girək içəri, mən bunu sizə göstərim. Bu evin koridor hissəsidir. Bax, belə dekorlar var. Sağda da, solda da dekorlarla bəzədilib. Koridorla gələndən sonra bir qonaq otağını göstərək. Bax, bu qonaq otağıdır, yəni zalıdır. Bax, belə bir zaldır. Bunu da işıqlarını yandıraq. Bax, belə bir zaldır. Radiatorların yerlərinə qədər qoyulub. Bu da telestentin yeridir. Bax, belə. 3 otaqlı evdir, Saray qəsəbəsində. Tərlan Şallıq sarayının arxasındadır. 75 min manatadır. Qiymətində endirim olunacaq. Bu da mətbəxidir. Bax, bu mətbəxidir, görürsünüz. Buradan qapı balkona çıxmaq üçündür. Bayaq bunu izah eləmişəm. Bir də buradan göstərirəm ki, görəsiniz. Bir də qayıdırıq mətbəxə. Mebel arası keramikası hamısı vurulub. Mətbəxin qaz xəttinə qədər çəkilib. Bütün nöqtələr hamısı ayrı-ayrılıqda qoyulub. Bu mətbəxi idi. Sonra burada bir yataq otağı var, bax. Gördüyünüz kimi, bir yataq otağı buradadır. Bir yataq otağı da buradadır. Bu da sanitar qovşağı. Bax, bu da sanitar qovşağı. Bax, belə. Deməli, Saray qəsəbəsində Tərlan Şallıq sarayının arxasındadır. Deməli, 3 otaqlı evdir, 75 min manatadır. Paket kupcalı evdir. Yəni, evin də kupcası var, torpağın da kupcası var. Qiymətində ev sahibi özü endirim eləyəcək. Yüksək keyfiyyətlə tikilmiş evdir. Mütləq gəlin bu evə baxın. Qiymətində mütləq endirim eləyəcək ev sahibi özü. Sağ olun.